Salam değerli izleyicilerim. Bugün size Ramanıda Komsomolsk Kruk'tan 90 nömrəli məktəbə gedən yolun üstündə 90 nömrəli məktəbə çatmamış yolun sağ tərəfi. Yəni bildiyinizdə hansı Raman deyirəm. O Telekomun yanından daşlı yolla ki düşsənə yol qalıq. Bax orayı keçəndən sonra əzizlərim. Ümumi 10 sat torpağın içində yerləşən yeri obyekt yeri. Yəni əzizlərim o zaboru çıxartdan düz trasdır. Çox gözəl evdə əzizlərim. Ümumi 10 sot torpağın içində 9 otaq, 4 otaq aşağıdadır, 5 otaq yuxarıda. Yəni qonaq otağı ilə zalla birgə 5 otaqdır. Həyətdə gördüyünüz kimi bisotkası, həyətdə müxtəlif növ var verən meyvə ağacları, gül, çiçək. Görürsünüz həyətdə əsas kənd həyatı, toyuqçu da saxlanılır. Bu yerdə əzizlərim bilirsiniz ki, torpağın sotu çox bahadır. Həyət üçün sanuzel, 2 dənə qarajı, çox gözəl evdə əzizlərim. Buradan ikinci mərtəbədən balkona çıxış var. Çox qəşəng evdir. Buyurun əzizlərim, evimizə sizi tanış edim. Əzizlərim, evimiz ikinci mərtəbədə, necəsə eləcə də birinci mərtəbədir. Yəni birinci mərtəbəsində ev yerləri oturub ona görə ikincini çəkdim. 5 otaq yuxarıda. Buyurun əzizlərim, evimizlə tanış olun. Bura ikinci mərtəbəmizin giriş hissəsidir əzizlərim. Bura qonaq otağıdır. Burada belə bir yataq otağımız var. Burada belə bir uşaq otağımız. Burada yenə belə bir yataq otağımız var. Burada yenə belə bir qonaq otağımız. Bura mətbəx. Əzizlərim, ikinci mərtəbədə 4 yataq otağı, bir dənə də qonaq otağı. Ümumi 5 otaq ikinci mərtəbədə. Bax, burada gördüyünüz kimi mən sizə dedim ki, evimiz obyekt yeridir. Bax, görürsünüz, burada düz magistralın üstü. Baxın. Burada bilirsiniz ki, əzizlərim, torpağın sotu çox bahadır. Yəni elə 10 sot torpağın qiymətinə verir. Qiyməti 365.000 manatdır. Əzizlərim, sənəti də köhnə sərəncamdır. Yəni tam kupçuya gedən sənətdir. Burada yeni ədəb yolu. Əzizlərim, necə ki ikinci mərtəbəni gördünüz, elə də birinci mərtəbədə çox gözəl. Tam 2 ailə yaşayacaq evdə əzizlərim. Kim alsa Allah xeyrini versin.